Yeni Yasamalda 3 otaq, böyük kvadratlı mənzil axtaranlar videonu sona qədər izləsinlər. Hər vaxtınız xeyirli olsun, salamlayırıq sizi Yeni Yasamalda tam mərkəzdən. Möhtəşəm bir mənzilin çəkilişindəyik. Yeni təmirdən çıxmış bir mənzildir. Giriş hissəmizdən başlayırıq mənzili çəkməyə. Giriş qapımız. Sağda bizdə qardirob yerləşir. Boydan boya möhtəşəm bir qardirob yığılıb, hörmətli izləyicilərimiz. Gördüyünüz kimi təmir möhtəşəmdir doğrudan da. Sol tərəfdə möhtəşəm bir qonaq otağı var. Kvadrat şəklində twistent qoyulub, pərdələr, lüstr yerində. Təmirə doğrudan çox xırda incəliklərə belə diqqət olunub, hörmətli izləyicilərimiz. Gəlin inşallah mənzilin digər otaqları ilə də sizləri tanış edəyək. Doğrudan mən bu mənzili çəkəndə ürəyim açılır. Bura mənzilimizin ilk sanitar qovşağıdır. Lazımi bütün avadanlıqlarla təchiz olunub. Növbəti hamam otağı ilə də sizləri tanış edəyək. Buyurun, zəhmət olmasa. Çox işıqlı bir mənzildir və xırda detallara doğrudan nəzarət olunub. Möhtəşəm bir mətbəx, boydan boya yığılmış mebellər, membran material, üzəri tökmə mərmər, möhtəşəm bir şeydir doğrudan da. Birbaşa eyvana çıxışımız var mətbəx otağından, dəyərli izləyicilərimiz. Sizinlə tanış edəcəm mənzilimizin qonaq otaqları, yataq otaqlarını daha doğrusu, hörmətli izləyicilər. Bilmirəm burada hansı yataq otağından başlayayım. İkisi də möhtəşəmdir doğrudan da. Gəlin buradan başlayaq. Bu yataq otağımızda deməli kvadrat şəklindədir. Eyvana çıxışımız var. Lazımi pərdə, lüstr qoyulub. Qalıb bircə mebellər qoydunuz. Keçdiniz bu mənzilə dəyərli izləyicilərimiz. Gəlin növbəti yataq otağı ilə də tanış edim sizləri. Gördüyünüz kimi iki yataq otağı, ikisi də kifayət qədər sahəyə malikdir. Hələ kondisionerimizə baxın. Bu da var. Lüstr var, pərdə var. Təmir möhtəşəm, yeni təmir, təmirdən sonra yaşayış olmayıb, Yeni Yasamalda tam mərkəzdə yerləşir mənzil, qiymətində də endirim olunub, hörmətli izləyicilərimiz. Ümumi sahəsi nə qədərdir İbrahim bəy? 120 kvadrat. 120 kvadrat ümumi sahəsidir mənzilin, 3 otaqdan ibarətdir. Başqa məlumatlar da inşallah yazın, zəng eləyin, biz sizə ətraflı məlumat verək inşallah, hörmətli izləyicilərimiz. Sağ olun, Allah satana da, alana da xeyir versin inşallah.